Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Əziz 5-cilər. Bu arada mən sizdən küsəcəm, bunu deyim sizə. Siz mənim videolarımı izləyirsiniz, bəli. Düzdür, xəttimdə müəyyən qədər pis var, yenə yazılı olur, amma kompüterdə onu yazmaq çətin olur. Amma videoları bəyənmirsiniz. Kanalımıza abunə olmursunuz. Necə eləyək bəs işimizi? Deməli, bunun ikinci hissəsi də var uşaqlar. Bunun ikinci hissəsini mən çəkəcəm. Ona görə çalışaq ki, dəstək olmaq üçün videoları bəyənək və kanalımıza abunə olaq. Yeni bura yazırıq ki, bəyənin və abunə olun. Biri yazmışım, mənim yaşıl qələmlə yazım. Mən də sizə görə yaşıl qələmlə yazacağım bugün. Deməli, yəni və abunə olun. Bunu biraz naziləşdirək. Əla. Deməli, bəs zınqırovu kim asacaq? Neçə gündür ki, Bozdağın ətəyində müşavirə gedirdi. Siçanlar izada toplaşmışdılar. Hamısının ürəyi yaralı, dərdi böyük idi. Yığıncağı uzun bığlı, yaşıl bir siçan açdı. Mənim əzizlərim, hamınıza məlumdur, niyə bura yığışmışıq? Bu pişiklər sinəmizə dağ çəkir. Belə getsə kökümüzü tamam kəsəcəklər. Buraya toplaşmaqda məqsədimiz birləşmək və ümumi düşmənə qarşı əlbir olub tədbir görməkdir. Bu sözləri hamının ürəyindən xəbər verir. Yerdən səslər eşidildi. Buna dözmək olmaz, rədd olsun pişiklər. Yaşlı siçanın sözünə davam etdi. İndi deyin görək nə edək? Axı, əl ayağımızı boş qoyub otura bilmərik. Hamı fikrə getdi. Ön sıralarda oturan siçanlardan biri təmkinlə dilləndi. Bizim pişiyə gücümüz çatmaz. Hamımız biri qırar. Amma bunun bir çarəsi var. Biz pişiyin boynuna zınqırov asmalıyıq. Yaxınlaşanda zınqırov səsindən bilək ki, pişik gəlir. Hamı ayağa qalxıb bu fikri alqışladı. Haradansa qəşəng bir zınqırovla gətirdilər. Başçı zınqırovu qaldırıb cingillədi. Dostlar, axır ki dərzində çarə tapdıq. İndi deyin görün, bu zınqırov pişiyin boynundan kim asacaq? Heç kimdən səs çıxmadı. Elə bil, biraz əvvəl coşan onlar deyildilər. Hə, nə oldu? Niyə dinmirsiniz? Başçı zınqırovu cingillədi, bir də soruşdu. Siçanlar bir-birini dümsüklədilər. Hər öz qonşusunun qabağa itələmək istədi. Qabaqda oturanlar geri baxdılar və gördülər ki, heç kəs qalmayıb. Onlar təşvə düşüb çöllüyə tərəf yürüdülər. Meydanda tək qalan başçının səsi eşidilirdi. Bəs bu zınqırovu kim asacaq? Kim? İsmail şıxla. Deməli, biz keçirik bununla bağlı işləməyə. Kontekstdə əsasən aşağıdakı ifadələrin mənalarını izah, ürəyindən xəbər vermək, belə deyək də, hamının razı olduğu fikri demək. Sinəsinə dağ çəkmək, kiməsə əzab vermək. Problem yaratmaq. Bəs zınqırovu kim asacaq ifadəsi bəzən məsəl kimi də işlədilir. Sizcə bu məsələ hansı məqamlarda işlədilir? Bu ifadəyə bir situasiya düşünüb hekayə qurun. Bəs zınqırovu uşaqlar, bu əslində insanların hünərini yoxlamaq üçün işlədilə bilər. Uşaqlar, yediniz yenə yazmırsınız. Danışıram. Dinləyin. Uşaqlar, yəni bir hekayə qura bilərsiniz ki, orada bir qəhrəman desin, təklif eləsin, amma onu etməkdən boyun qaçırsın. Məsələn, uşaqların hər gün bir-biri ilə, yəni qonşu məhəllənin uşaqları hər gün bir-biri ilə mübahisə edirdilər, bir-birini dava edirdilər. Kənardan qalan digər uşaqlarsa onları dava etməməyə çağırırdılar. Sadəcə bəzən də onları dava etməyə, necə deyirlər, sövq edirdilər. Amma heç kim hünər eləyib o davanın ortasına girib davanı sakitləşdirə bilmirdi və yaxud istəmirdi. Özlərini hər biri kənara çəkirdi. Heç kim, hamı deyirdi ki, mənim nəyimə lazım, niyə mən bunu edirəm?
və o problem aradan qalxmadı. Həmin uşaqlar bir-birinə heç vaxt bir də danışmadılar. Halbuki əvvəl kimsə onların mübahisəsini sakitləşdirsəydi, bu problemi aradan qaldırsaydı, sonu belə olmazdı. Keçirik növbəti suala. Belə bir məsəl var. İlanın zəhləsi yarpızdan gedər. O da gəlib yuvasının ağzında bitər. Sizcə doğrudanmı ilan yarpızdan xoşu gəlmir? İlan yuvasının ağzında həmişə yarpız bitir. Uşaqlar, gəlin burada onsuz da onun açıqlamasını verib gəlin birlikdə oxuyaq. İlanın yarpızdan zəhləsi gedir. Xoşumuza gəlməyən bir varlıq daim qarşımıza çıxana deyirik. İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər. Doğrudanmı ilanın yuvasının ağzında yarpız bitir? Məlum olduğu kimi ilan quru susuz yerlərdə yaşayır. Yarpız isə adətən rütubətli yerlərdə bitir. Belə olduqda sual yaranır. İlanla yarpızın nə əlaqəsi? Mahmud Kaşqarinin məşhur Divan-ı Lüğət-i İddürc əsərində 11-ci əsr belə bir ifadə işlənmişdir. İlan yarbuzdan qaçar, hara getsə yarbuz qarşısına çıxar. Məsələ burasında qədimdə yarbuz sözü heyvan adı bildirirdi. Hazırda həmin heyvan manqust adlanır. Bu yurtucu heyvan quş, ilan, xırda gəmiricilərlə qidalanır. O, ilanın yuvasının ağzında saatlarla durur və ilan yuvadan çıxan kimi onu tutub yeyir. Buna görə də manqust ilanın qənimi sayılır. Kaşqari öz lüğətində yarbuz sözünü məhz manqust mənasında işlətmişdir. Zaman keçdikcə bu söz köhnələrək leksikamızdan çıxmışdır. İfadədəki bitmək feili isə durmaq mənasında işlənmişdir. Nə bitmisən gözümün qabağında? Qədim yarbuz heyvan adı, sözü yarpız bitkisi sözü ilə oxşarlığı məsələnin təhrif olunmasına gətirib çıxarmışdır. Gəlin, bu da sizə ilanın zəhləsi yarpızdan gedir mətni sizə izah etdi məsələni. Gəlin, tapşırıqlara baxaq. İlanın zəhləsi yarpızdan gedər, o da gəlib məsələndə ağız sözünün mənasını izah edir. Ağız sözü burada çox mənalıdır. Çox mənalıdır. Məcazi mənada işlənib. Mənada işlənibdir. Çünki insanın ağzı həqiqi mənadır, yuvanın ağzı məcazi mənadır. Bu adam elə bil meşələrə düşmən kəsilib cümləsindəki düşmən sözü söz boğçasındakı hansı söz? Söz boğçası düşmən dediyimiz, baxın, söz boğçasında qənim kəsilib sözü ilə necə deyirlər, əvəz etmək olar. Qənim. İlanın zəhləsi yarpızdan gedər, o da gəlib məsələndən uyğun situasiya düşünüb yazın. Deməli, belə uşaqlar, artıq bu izahdan sonra sizin üçün situasiyalar da yazacağım. 2C tapşırığının situasiyasını burada qeyd eləmişəm siz üçün. Baxın, 2C tapşırığından deyir ki, təzəffür edin ki, bir tələbə dərs oxumağı heç sevmir və dərs kitablarını açmağa belə maraq göstərmir. Amma müəllim həmin tələbənin ən sevdiyi mövzu olan texnologiyaya dair bir layihə verir. Layihəni hazırlamaq üçün tələbə məcbur olur ki, kitabxanada çox vaxt keçirsin. Araşdırmalar aparsın və bir neçə kitab oxusun. Beləliklə, tələbə oxumağı sevmədiyi halda öz marağına görə oxumağa məcbur qalır. Bu vəziyyətə tam olaraq ilanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər. Məsələnə uyğundur. Çünki tələbə dərs oxumaqdan qaçmağa çalışsa da, elə bir vəziyyət yaranır ki, dərs oxumaq onun qaçınılmaz işi olur. Uşaqlar, buna görə də siz də mütləq həmişə dərs oxumalısınız. Bu bizim oldu, necə deyərlər, 2C tapşırığımız. Dinləmə mətni gəlin birlikdə dinləyək. Dinləmə mətni gəmiləri yandırmaq mətnidir və burada mən siz üçün bir məzmununa aid suallar yazacağım. Gəmiləri yandırmaq. Gəmiləri yandırmaq ifadəsi geriyə yol qoymamaq, qələbə naminə yalnız irəli getmək mənasında işlənir. Qədim zamanlarda öz döyüşçülərinin cəsarətinə o qədər də bel bağlamayan qətiyyətli sərkərdələr sahilə çıxandan sonra gəmiləri yandırırdılar ki, döyüş meydanından qaçmaq imkanı qalmasın. Geriyə yolun olmadığını görən döyüşçülər ölümü gözə alaraq əzmkarlıqla vuruşur və çox zaman qalib gəlirdilər. İfadənin yaranması ilə bağlı müxtəlif mülahizələr var. Onlardan ən qədimi Troya müharibəsi ilə bağlıdır.
Yunanlarla müharibədən sonra Troyalılar İtaliya sahillərinə üzüb gəlmişdilər. Bu yerlərin təbiəti Troya qadınlarının elə xoşuna gəlir ki, ərləri buradan heç yerə getməsinlər deyə bütün gəmiləri yandırıblar. Şərqdə isə bu ifadə Ərəb xilafətinin hərbi yürüşlərindən sonra geniş yayılmışdı. 8-ci əsrdə İslam dininin Avropaya da yayılması üçün hərbi yürüşlər başlanmışdı. 711-ci ildə məşhur sərkərdə Tariq İbn Ziyadın başçılığı ilə Ərəb ordusu Cəbəllü Tariq boğazını keçərək İspaniya torpaqlarına çıxır. Ordu sahilə çıxan kimi İbn Ziyad əskərlərin geri qaçmaması üçün hamının gözü qarşısında bütün gəmiləri yandırmağı əmr edir. Sərkərdə ordu qarşısındakı çıxışında bildirir ki, bu müqəddəs məqsəd üçün ölənədək döyüşmək lazım gələcək. Arxanızda düşmən kimi dəniz, önünüzdə dəniz kimi düşmən, sonadək döyüşməkdən başqa yol qalmamışdı. Və bununla da bütün dinləmə mətnləri bitdi. Sayt 4 sual yazdım. B-də isə uşaqlar qeydlərinizə əsasən gəmiləri yandırmaq və gəmiləri yandırmaq ifadəsinin tarixi haqqında məruzə edin. Tarixən bu sərkərdələr bunu öz döyüşçüləri geri qayıtmasın deyə gəmiləri yandırıblar və döyüşçülər də çox şücaətlə düşünüblər. Bu sual çox asan bir sualdır. Bunu yəqin ki danışın, məruzə edin. Bu yazıya aid deyil. Bunu danışmalısınız, məktəb tapşırığıdır bu. Mətndən aldığım məna körpüləri yandırmaq. Körpüləri yandırmaq ifadəsi də keçmişlə əlaqə saxlamamaq deməkdir. Saxlamamaq deməkdir. Əlaqələri kəsmək deməkdir. Əlaqələri kəsmək deməkdir. Keçirik C. Bu tapşırığı da siz üçün yazmışam. C. Burada baxa bilərsiniz. Saxlayıb 3C-yə də burada baxa bilərsiniz uşaqlar. Bu C-ni siz üçün yazmışam. Siz də bunu köçürüb yaza bilərsiniz. Keçirik növbəti suala. Növbəti suallarımız yəqin dil qaydaları haqqındadır. Lüğətdən istifadə etməklə söz izahının quruluşuyla tanış olun. Lüğətdən istifadə. Söz izahı deyəndə birinci söz verilir, sonra aid olduğu nitq hissəsi, izahı və kontekst, yəni məzmun. Onun işləndiyi məzmun. Hansı sözün izahı verilib? Diksiya. Hansısı isim? Sözün mənasını və kontekstin rolunu izah edin. Televiziya aparatçısının aydın diksiyası olmalıdır. Lüğətdən hansı sözün izahı verilmişdir? Diksiya, isimdir. Tələffüzün aydınlıq dərəcəsi, mənasını, kontekstin rolu. Kontekstin rolu aparıcının, biz buradan öyrənirik ki, bir aparıcının tələffüzü aydın olmalıdır. Bu, yəni diksiyası aydın olmalıdır və biz mətndə işlədib onu tapırıq. Gəlin başqa bir diksiya edək. Müəllimin diksiyası yaxşı idi. Yəni nitqi yaxşı idi. Sözləri düzgün tələffüz edə bilirdi. Keçirik növbəti suala. Lüğətlərin növləri var. İzahlı lüğətlər sözlərin mənası, orfoqrafiya yazılışını, orfeopiya deyilişini öyrədir və lüğətdən istifadə zamanı biz bilirik ki, bunlar söz sırası əlifba sırası ilə düzülür. Aşağıdakı sözlər, bunu bağlayayım uşaqlar, bu bayaqki tapşırıq idi. Aşağıdakı sözlər lüğətə necə sıralanar? Alpinist, alabəzək, adət. Birincisi gələr adət. Alpinist, sonra gələr alabəzək. Bəzək, sonra gəlir alpinist. Əlifbə sırasına diqqət edin. Batut, bərbər, bəkməz.
batut gələr. Batutdan sonra ikisi də bə ilə gəlir. İndi biz baxmalıyıq Q ilə R hansı birincidir? Birinci Q olmalıdır. Q. Bəkməz. Bəkməz. Bir də bərbər. Bərbər. Çərkəzi, çərçivə, çəpər. Baxın, çərkəzidən çərçivə də çəpərdirsə, birinci çəpər. M, L, M, N, R, L, L, M, N, R, P. Birinci çərçivə, çərkəzi, çəpər. Çəpər bu ardıcılıqla əlifba. Birinci sözün əlifba sırası ikinci hərf, ikinci hərfdən sonra üçüncü hərf. Bu əlifba sırası özünü düzgün qorumalıdır. Aşağıdakı nümunələrə baxın. Lüğətlərdə çoxmənalı sözlərin amonimlərin izahı arasında fərqi. Uşaqlar, baxın. Çoxmənalı amonimlər 1 və 2 mənaları ayrı-ayrılıqda 1 və 2 rəqəmi ilə göstərilir. Amma addım sözü əgər çoxmənalıdırsa, gördüyünüz kimi o artıq bir söz kimi sadəcə 1 və 2-ci mənası onun şərhində göstərilir. Yəni əlavə söz yeri tutmur. Aşağıdakı nümunələri lüğətin tələblərinə uyğun tamamlayıb köçürün. Nitq hissəsini müəyyən edin və sözlərin izahına uyğun. Baxın, mürəkkəb bir neçə hissədən ibarət olan bir var ki, yazmaq üçün rəngim var. Bu çətin. Mürəkkəb bir neçə hissədən, ünsürdən ibarət olan, bu olacaq mürəkkəb iş, məsələn, sifət. Mürəkkəb yazmaq üçün mayor isim. Məsələnin yolları, baxaq. Mürəkkəb yolları var. Yolları var. İsim kimi də qələmin mürəkkəbi bitib. Ayaq, yeriməyə xidmət edən bədən üzvü, çayın, kəndin, küçənin və s. aşağı tərəfi isimdir. Dostum, kəndin ayağında qalır. Bu ikiyə aid idi. Birə aid də ayağım zədələnib. Uşaqlar, xəttimi başa düşməyəndə səsimə qulaq asın. Bundan sonra bu bölmənin, bu kitabın, yəni yanvar olan dərsin axırıncı tapşırığı, ümumiləşdirici tapşırıqlar gələcək. Bununla da bizim kitabımız bitəcək və sizinlə növbəti izahlarda, növbəti ikinci hissədə görüşərik. Hələlik.